Bir ara sloqanlar var, su həyatdır. Bəli, su içmək dərinin mühitin həqiqətən yaxşılaşdırır. Və biz bunu necə tənzimləyə bilərik? Su, bəzi alimlər deyir ki, insan istədiyi zaman su içsin. Əlbəttə ki, bu da biraz belə deyək də, hərənin öz bir baxış açısı var, amma insan ən azı kiloqram başına düşən su miqdarını içməlidir hər gün. Biz az su içdiyimiz zaman, yenə deyirəm, bizim bədənimizdə hyaluron turşusudur, kollagendir, yəni yenə deyirəm, üz matriksində olan segmentlər deyək də, doğru dildə daha çox danışmaq istəyirəm sizinlə. Bu su az olduğu zaman bədənimiz gedir dəridən bunu yeməyə başlayır. Və bunu yediyi zaman da dəri yaşlanır. Biz amma miqdarında su içsək, miqdarında qidalansaq, balanslı qidalansaq, nə dərimizdə çoraqlıq baş verə bilər, yəni atopik dəri ola bilər. Dəri quruluğunun nədənlərindən biri də budur. Tək buna şamil eləmək, az su içirik, dərimiz qurudur. Bu da tamamilə səhv fikirdir. Yəni miqdarında qidalar, miqdarında su içsək, kiloqram başına düşən biz su miqdarını təyin eləsək, həm bütün orqanlarımız yaxşı işləyəcək, böyrəyimiz, qaraciyərimiz, yəni bizim ikinci beynimiz dediyimiz gastrointestinal sistem, bağırsaq sistemimiz düzgün işləyəcəyi üçün mikrobiotalarımız daha yaxşı əlverişli işləyəcəyi üçün ona görə bizim dəri sağlamlığımız, tək dəri yox, bədən sağlamlığımız yaxşı olacaq deyə. Ona görə də dərimiz daha sağlam, daha gümrah görünəcək.